Salam, hər vaxtınız xeyirli olsun. Bir məsələ ilə bağlı danışacağım. Bu günləri hər bir kəsin ictimai nəqliyyatdan istifadə etməsindən danışacağım. O cümlədən də ki 61 saylı sərnişin daşıma nəqliyyat vasitəsindən danışacağım. 61 saylı. Demək 28 may sahil metrosu və 9-cu mikrorayona qədər bunlar işləyir. Demək nə axşam, nə gündüz, bunlar bilmir. 20 dəqiqə intervalla çıxırlar. Qardaş, mən dəfələrlə şəxsən yəni bu marşrutdan istifadə edirəm, bu avtobusdan istifadə edirəm işimlə bağlı. Hər gün mən saat 10-da işdə olmalıyam. Qobu qəsəbəsindən 20 yanvara gəlirəm 14 dəqiqəyə. 3-cü mikrorayon dairəsindən Çirkin yanına gəlirəm 1 saata. Niyə? Səbəbini deyim. Səbəb odur ki 20 dəqiqə interval. Sürücüyə deyirsən, qardaş, niyə gec gəlirsən? Deyir ki, mən neyniyim? Allah evlərini yıxsın. 20 dəqiqə interval qoyublar. Mən necə eləyim? Mən onlar nə deyir? Onunla gəlirəm. Qardaş, bəs yaxşı, mənim sözüm şirkət rəhbərinə də ki, qardaş, hər tərəfdə bir dənə marşrut açırsan, yaxşı eləyirsən. Allah xeyri versin. 61 saylı marşrut sənin balansında. 18, 65, 135, 567 Qobiya işləyir. Ondan sonra, yəni bir neçə istiqamətlərdə sizin hərəkət zolaqlarınız var ki, qardaş, 18-65'e bırakmışsan nə qədər avtobus, saysız hesabsız. 61'e bırakmışsan 8 avtobus. Belə çıxır 65 ilə 18'e gedən, 135'də gedənlər insandır. 61 saylı marşrutda gedənlər insandır. Yəni bunlar zülüm çəkməlidir. Qardaş, işdə də bilirsən, işdə də bilmirsən, bu boyda zolaqları əlivə alıb hara gedirsən? Niyə gedirsən? O boyda safastorun var, Allah xeyrin versin, nəsib Allah öz və qismət eləsin. Qardaş, bu özünlə aparmıyorsan, ne gedəndə harasa? Hər tərəfdən bir zolaq alırsan, bu zolağı alıncan, aldığın bu zolaqları hələ təmin elə, sonra da tamaxı var, bir yer edərsən, keçərsən. Saman səndir, samanlıq ki səndir. Cəmaatı niyə bu boyda əsəb verirsiniz? Bu boyda cəmaatı niyə bezdirirsiniz? 20 dəqiqədən intervalla maşın bırakırlar, avtobus bırakırlar. Gündə bir qiymət qaldırırsınız, dillənmirik. Qiyməti qaldırdığınız kimi cəmaata rahatçılığını da yaradın da. Bu boyda olmaz, bu boyda zülüm vermək olmaz, ayıbdır. Nəysə, bu qədər.